İnsan bütün yaşadıklarının, bütün problemlerinin, bütün hayatındaki çətinliklərinin 0-6 yaş aralığında ailəsindən aldığı travmalardan dolayı bütün həyatının formalaşmasını başa düşdüyü zaman həyatın necə getdiyini, hansı səmtdə, hansı istiqamət hərəkət etdiyini anlayır. Hər birimizin travması 0-6 yaşda ailəmizdən bizlərə yüklənmişdir. Öz inanç sistemi, öz dəyərinin inkişafı və həyatındakı bütün yaşadıkları, qorxuları, qalibiyyətləri, uğurları və ya uğursuzluqları, hər bir şey ailədən insana yüklənən inanclardır. Bir həyatınızda baxın, yaşadıklarınıza baxın. Görün həyatınızdakı yaşadıklarınız ailənizlə üst-üstə düşürmü? Onların yaşadıkları ilə uyğunlaşırmı? Ən azı həyatınızdakı 5 uğursuzluqdan 4'ü sizə ailənizi, biri isə sizin əhatə dairənizdəki insanları xatırladacaq. Bizim yaradılışımız bizi formalaşdıran ailə və cəmiyyətdən ibarətdir. Bunu heç vaxt unutmayın. Heç bir zaman insan sonradan uğursuzluğa düşmür. Köksel inançdan uğursuzluğa düşür. Bugün əgər maddiyyat probleminiz varsa, ailədən yüklənən problemdir. Bugün əgər səhhətinizdə problem varsa, ailədən yüklənən problemdir. Və 0-6 yaş aralığında sizin yanınızda, sizin əhatənizdə danışılan söhbətlər, danışılan olaylar, şahid olduğunuz olaylardır. Hər biri kopyalanmış və həyatda yaşanmış olaylardır. Biz hər şeyi gözlərimizdə kopyalayırıq, beynimizdəki neyronlarla və kuantumla onu həyatımıza gətirib, canlandırıb və onun daha ağır versiyasını yaşayırıq. Unutmayın, həyatda insan yaradılışı mükəmməl yaradılıb. Nə yaşayırıqsa, sonradan həyatımıza gələn, sonradan bizə yüklənən, sonradan bizim həyatımıza təsir edən heç bir şey yoxdur. Hər şey bizə kök inanç səviyyəmiz və 0-6 yaş aralığında yüklənmiş inanclardır.